və boşanmalardan danışacağıq. Müşfiq müəllim, biz niyə dost kimi ayrıla bilmirik? Əvvəl dost kimi birgə yaşamaq lazımdır. Əgər dost kimi birgə yaşaya bilmirsənsə, dost kimi ayrıla da bilməyəcəksən. Siz fikir vermişsiniz Zamirə xanım, bütün ağır cinayətlərin əksəriyyəti məhz ailələrdə baş verir. Ailə məişət zəminində törədilmiş qətillərin statistikası digər qətillərdən həmişə üstün olub. Ən çox da zərər çəkən qadınlardır. Lakin çox təəssüf olsun ki, biz həmişə Sovet vaxtında belə qəbul eləmişik ki, ailə sonadək könüllü ittifaqdır. Amma sonradan dərk elədik ki, yox, ailələr dağıla da bilir və cəmiyyət artıq onu da subuta yetirir ki, bugünkü ailələrin 30-40% boşanma ilə nəticələnir. Və boşanandan sonra da baxırsan ki, bunlar bir-birindən düşmən kimi ayrılırlar. Adi, bu tək ailələrdə belə deyil. Adi biz bir məsəl üçün ortaq bir iş görürük, hansısa bir biznes əlaqəsi qururuq. Biz ümumiyyətlə ayrılmağı bacarmırıq. Orada da biz ayrılanda düşmən kimi ayrılırıq. Ortaqlığımızı da düşmən kimi başa çatdırırıq. Mən Tovuz rayonundanam. Bizim kəndimizdə mənim bir müəllimim var idi. Onun qızı ailə həyatı qurmuşdu. Sonradan da boşandılar. Boşanmadan bir müddət sonra keçmiş ər qısqanclıq zəmində gəldi bu xanımı qətlə yetirdi. Mən bunu bağlayıram sırf bizim belə deyim, illərdən gələn adət-ənənə ilə bağlayıram. Biz sanki ailəni belə dərk eləyirik ki, mən bu xanımla evləndimsə, ölənə qədər bunun namusunun keşişçisi mənəm. Baxmayaraq ki, biz boşanırıq. Amma insanlar dərk etməlidir ki, boşanma faktı baş verdisə, burada hər hansı bir namusdan, qeyrətdən söhbət gedə bilməz. Bunlar artıq müstəqil şəxslərdir. Kim öz həyatını necə istəyir, davam elətdirə bilər. Əgər uşaqlar varsa? Yox, istəyir uşaq olsun, istəyir uşaq olmasın. Uşaqların təbii ki, təlim tərbiyəsi önəmlidir. Bəli. Burada bəzən görürsən ki, ana əxlaqsızlıq eləyir və yaxud ata əxlaqsızlıq eləyir. Bunlar boşanır. Boşanandan sonra bunlar hansı ki, uşaq kimlə ki qalır, o ailəyə münasibətdə boşanan tərəfin fərqli fikirləri olur. Məsəl üçün, o istəyir ki, uşaq əgər ana ilə qalıbsa, ana xəyanət eləyibsə, çalışır ki, uşaqları ananın əlindən alsın. Bu da qismən başa düşüləndir. Əgər o ailədə uşaqlar böyüyürsə, ana tutaq ki, əxlaqsızdırsa, əxlaqsız həyat tərzi sürürsə, təbii ki, o uşaqların tərbiyəsinə təsir eləyəcək. Müşfiq müəllim, baxın, siz cinayət hadisəsindən danışdığınızda mənim diqqətimi çəkən bir məqam oldu. Boşanıblar, bir qadının 2 qız övladı var, bir qızı, bir oğlu var, fərqi yoxdur, ayrılıblar da, qız uşaqlar da qalır ana ilə. Həmin qadının başqa bir kişi ilə izdivaca girməsi və yaşadığı evə gətirməsi nə dərəcədə doğrudur, əgər evdə hələ də qız uşaqları varsa? Və yaxud da oğlan varsa, oğlanın yaşadığı travma nəyə bərabər olacaq? Biz bilirsiniz, məsələni həmişə bir tərəfli təhlil edirik. Tutaq ki, əgər boşanma aktı olubsa, hər bir şəxsin özünün müstəqil surətdə özünə yeni həyat yoldaşı seçmək imkanı var. Və o bunun haqqıdır. Kimsə deyə bilməz ki, boşanandan sonra sən niyə başqasından evlənmirsən? Evlənməkdən getmir söhbət. Yox, aydın məsələdir. Mən başa düşdüm siz nə demək istəyirsiniz. Əgər tutaq ki, ailədə qız uşaqları varsa, biz qəbul eləyək ki, ora yad kişinin gəlməsi bu qızlara qarşı olub, praktikada olub belə şeylər. Ögey ataların qızlara qarşı seksual xarakterli hərəkətləri olub, cinsi təcavüzü olub. Təbii ki, buna birinci qadın seçim eləyəndə fikir verməlidir ki, bunun evdə qız uşaqları var. Bu kimlə ailə qurur və yaxud kimlə münasibət qurur və evinə çağırdığı adam hansı əxlaqın yiyəsidir.
Buna fərdi qaydada yanaşmaq lazımdır. Buna ümumi mən bütün bu hala qiymət verə bilmərəm. Müşfiq müəllim, vacibdirmi ki, bu gün ayrılmışam, 5 gündən sonra da bir başqası ilə münasibətə başlayım? Yəni bir zaman vermirlər özlərinə. Məsələ budur. Bir də problemin bu tərəfi var. Bir zaman keçsin, sən təzə ayrılmısan, təzə boşanmısan, bir özünə də, övladlarına da zaman ver ki, bu travmanı atlata biləsiz və yanlış etməyəsən ikinci seçimində. Baxın Zamirə xanım, Buyurun. bu gün cəmiyyətimiz çox acınacaqlı bir durumdadır. Bu acınacaqlı durumu biz insanlar yaratmışıq. Mənim yadıma gəlir 90-cı illərdə o Qarabağ müharibəsi təzə başlayan vaxtları biz uşaq idik və o zaman çörək mağazalarının qabağında çox uzun növbələr yaranırdı. Mənim yadıma gəlir səhər-səhər 7-də çörək gələndə insanlar gəlib əvvəlcədən o mağazanın qabağında dururdular ki, o çörəyi götürə bilsinlər. İndi məsəl üçün bu həkim estetik, plastik cərrahların növbəsində əmələ gəlib bu hal. Bu həkimlərin növbəsində. Mən indi toylarda da oluram. Bəzən görürsən ki, adam istəmədən gözünə də görkənir. Valla qadınlar sanki bir qəlibin içinə salınıb çıxarılıb. Təbiilik itib. Yəni öz bədənlərinə, üzlərinə, simalarına o qədər təbii formadan çıxardırlar ki, sanki söhbət elədiyin adam sanki bir robotdur. İnsan təbii qadın tapa da bilmirsən. Təbii qadın lazımdırmı kişilərə bugünkü gün? Baxın, axı o qadınları o qəlbə salan da kişilər də axı. Heç belə deyil. Deyil. Ümumiyyətlə belə bu yalan bir məlumatdır. Mən tam səmimi deyirəm. Şəxsən mən bir kişi kimi, mənim dostlarım da var. Biz məclislərdə otururuq. Bəzən bu məsələlər müzakirəyə də çıxarılır. İstəyərək, istəməyərək. Normal, ağlı başında olan kişinin heç birinin özünü əməliyyat elətdirən qadına qarşı münasibəti normal deyil və heç kəs də o cür qadın arzulamır. Bunu qadınlar bir dəfəlik başa düşsünlər ki, siz kişilərə xoş gəlmirsiniz. İnanın mənə, siz ancaq bir-birinizin acığına gedib nəyisə düzəltdirirsinizsə, biz kişilər üçün o xoş deyil. Müşfiq müəllim, bugün qadınlar efirlərdən siz də görürsünüz, mən də görürəm, vəziyyəti hər kəs izləyir və tanınmış qadınların hansı vəziyyətə özlərini saldıqlarını şahidiyik. Bəli. Və onlara milyonları kim xərcləyir? Həmin qadınlara. Öz həyat yoldaşlarına o pulu xərcləməyən kişilər həmin qadınlara milyonlar xərcləyir, klip də çəkdirir. Hardan da olardı o pul? Hardan da olardı o maddiyyat? Tək toyla o məbləği qazana bilirlərmi? Və bir çoxları səsi olmaya sənətə gəlirlər. Bir çoxları pula görə gəlirlər, bədənlərini də şəkilləndirmə edirlər, öz halal həyat yoldaşlarından ayrılırlar, sənətə gəlirlər ki, daha çox pul qazansınlar. Bu ümumi cəmiyyətin problemidir və mən burada şəxsən öz adımdan danışıram və hamının adından da danışa bilmərəm. Mən fikirləşirəm ki, bax bu gün bizim televiziyalar çox biabırçı gündədir. Biz bunu dəfələrlə müzakirə eləmişik, daha bunu deməkdən yorulmuşuq da. Bəli. Yəni, bəzən mən indi sosial şəbəkələrdə də aktivəm. Məsəl üçün, bəzən görürsən TikTokda, Instagramda qarşına elə videolar çıxardır ki, vallahi adam xəcalət çəkir, baxmaqdan utanırsan. Ki, bu videolar sənin evladlarının da qabağına çıxır, oğlunun, qızının. Yəni, bunlar nə etmək istəyirlər? Siz kişilərdən danışdınız. Bəli, həyatda o cür kişilər də var ki, məsəl üçün, öz balasına qıymadığını aparıb çöldə hansısa bir, üzr istəyirəm, fahişəyə qıyır. Yəni, bu cür kişilər də var. Bu, ümumi cəmiyyətin problemidir. Amma yenə deyirəm ki, bu ağıllı adamlar, bu tez-tez efirlərə çıxmalıdır, bu problemləri açıb işıqlandırmalıdır, bunların üstə getmək lazımdır. Problemdən qaçmaq lazım deyil. Problemin üstünə getmək lazımdır ki, bu cür ümumiyyətlə dünyanın heç bir yerində bizim ölkədə olduğu kimi plastik cərrahlara müraciət edən insanlar yoxdur. Yəni dünyada bu qədər biabırçılıq yoxdur.
Müşfiq müəllim, əvvəllər boşanırdılar, müğənni olurdular. İndi boşanıb ilk plastik cərraha gedirlər, sonra da gəlib müğənni olurlar. Vallahi indi bu yaxından özünüz bildiniz də, Baş Prokurorluqda açıqlama yaydı, Daxili İşlər Nazirliyində. Bu plastik cərrahların əksəriyyətinin məlum olur ki, bunların ali təhsili yoxdur. Bəli. Bunlar hardasa bir kurs keçiblər, hardasa bir sertifikat alıblar. İndi hardasa nəyisə öyrəniblər və bunu insanların üzündə az görmüşük ki, əməliyyat olub, bədəndə çürümə gedib, dünyasını dəyişib, xərçəng xəstəliyinə tutulub. Biz az görmürük ki. Yəni, mənim demək istədiyim odur ki, qadın özünə əldə gəzdilər, qadın geyiminə də baxar, təmizliyinə də baxar. Müəyyən əgər nöqsanı varsa üzündə, gözündə, mən bunun tərəfdarıyam. Hardasa nəyisə düzəltmək olar. Amma ümumi bir 50 yaşın var sənin, 55 yaşın var. Sənə lazımdırmı o həkimə gedib özünün bədənini şəkilləndirmə? Kimə lazımdır bu? Sən kimə göstərirsən? Sənin əgər evdə həyat yoldaşın varsa, bu artıq səni alıb bu cür qəbul eləyib. Yenidən sən özünü kimə göstərmək istəyirsən? Sən ondan sonra evladıva təhsil ver, tərbiyə ver, vətənpərvərliyi aşıla, dövlətçiliyə sevgini aşıla, insanlara xeyirxahlıq aşıla, mərhəmət aşıla. Sən bununla nə etmək istəyirsən? Bu nə biabırçılıqdır? Vallahi toylara gedirsən, adam utanır stoldan o tərəfə, bu tərəfə baxmağa ki, ha tərəfə baxırsan, sanki 99% elə bir ki, bu qabırğalarını çıxartdırırlar. Səni Allah bu cür yaradıb, sən qabırğanı niyə çıxartdırırsan? Müşfiq müəllim, əslində mövzu boşanma idi, amma boşanmanın da bilavasitə səbəblərindən biri də elə bu dediklərimiz məqamlardır. Bəzən ailədə o deyir sizə, kişi səni artıq bu formada sevib, nəyinə lazımdır gedib dəyişəsən. Bəzən o kişilərdə güvən də itə bilir, bəzən artıq qısqanclıq da oyanır ki, mənə xoşdur sənin indiki halın, kimə görə bunu edirsən. Baxın, evlilik dönəmində nə baş verir? Xoşbəxtdir hamı. Hamı deyir, yox, evlilik dönəmində hamı xoşbəxt deyil. Yox, onu demirəm. Evliliyə gedən yolda. Yolda, bəli. Deyir, gülür, toya hazırlaşır, cehiz alır, oğlan evi qızıl alır, brilliant alır və heç kim nikah müqaviləsindən danışmır. Bəli. Və bugün bir çox problemlər də nikah müqaviləsinin bağlanmaması ucbatından baş verir boşananda. Niyə? Məlumatsızdılar. Bizim gənclər nikah müqaviləsindən və yaxud da məlumatları var, oğlan evinə mi sərf etmir o müqavilənin bağlanmağı? Bilmirəm, bax, hüquqşünas kimi siz deyin. Baxın, evliliyə gedəndə hamı fikirləşir ki, bu ailə uzun müddətli olacaq və heç vaxt dağılmayacaq. Bəli. Təbii ki, kimsə, biz nəyi qarışdırırıq? Biz nikahla, nikah müqaviləsini qarışdırırıq. Nikah bizim dövlət tərəfindən evliliyimizin rəsmi qeydə alınmasıdır. Nikah müqaviləsi ər-arvad arasında yazılı surətdə bağlanan və notarius tərəfindən təsdiq olunan birgə nikah dövründə və ondan sonraki mərhələdə əmlakların idarə edilməsidir. Biz niyə nikah müqaviləsi bağlamırıq? Səbəb nədir? Əgər təsəvvür eləyin ki, kimsə evlənir, oğlan tərəfi gəlir, deyir ki, və ya qız tərəfi deyir ki, gəlin nikah müqaviləsi bağlayaq. Bu dəqiqə hamı fikirləşir ki, aha, bunlar boşanmanı fikirləşir. Demək, bu bilir ki, bu ailə çox yola getməyəcək. Ona görə bəri başdan nikah müqaviləsini bağlayır. Əslində, ona fərqli prizmadan yanaşmaq lazımdır. Bəlkə də nikah müqaviləsinin bağlanması evliliyin dayaqlarını daha da möhkəmləndirəcək. Nikah müqaviləsi mütləq bağlanmalıdır. Bu, mülki məcəlləmizə də əlavə olunub. Ailə məcəlləsində də var. Nikah müqaviləsi, nikah dövründə və əgər boşanma prosesi baş verərsə, məhkəmələrə düşməyək, məhkəmələrdə aylarımız, günümüz, ilimiz, zamanımız getməsin, əsəblərimiz pozulmasın, bir-birimizə düşmən olmayaq deyə, əvvəlcədən nikah müqaviləsinin bağlanmasını mən də tərəfdarıyam. Biz cəmiyyətə, bilirsiniz, nə aşılamalıyıq? Biz cəmiyyətə qadınların plastik əməliyyatlarını yox, onların hüquqlarının müdafiəsi ilə bağlı
müddəaları aşılamalıyıq. Gedin nikah müqaviləsi bağlayın. Hüququnuzu bilin. Sabah işdir. Boşanma prosesi baş verərsə, sizin hansı əmlak hüquqlarınız var? Nikah müqaviləsində alimentlə bağlı da bir bənd varmı, yoxsa ancaq əmlakla bağlıdır? Yox, aliment ümumiyyətlə uşaqlara kəsilən sabit pul təminatıdır. Bunun əmlak məsələlərinə aidiyyəti yoxdur. Nikah müqaviləsində qeyd oluna bilməz. Tutulmur, bəli. Çünki nikah müqaviləsi siz evliliyə başlayan anda bağlayırsınız. Hələ uşaq siz yoxdur. Siz nə bilirsiniz ki, uşaq olacaq, neçə uşaq olacaq, kim gələcəkdə nə qədər maaş alacaq, nə qədər aliment kəsiləcək, alimentin məbləği nə qədər olacaq. Bu sırf əmlakla bağlanan məsələdir. Əmlakla bağlanan nikah müqavilələrində boşanandan sonra hər hansı bir məbləğ də göstərilə bilirmi orada, yoxsa sırf əmlaka aiddir? Məsələn, ayrılıram, məndən əgər ayrılsan, İranda filanda var da, bu qədər qızıl verməlisən, bu qədər. Baxın, tam razıyam. Nikah müqaviləsi tərəflərin iradəsinin ifadəsidir. Tərəf bu gün nikah müqaviləsi bağlayırsa, bu şərtlər altında evlilik dönəmində yenidən o nikah müqaviləsini dəyişdirə bilər. Mümkündür. Bəli, tərəflərin iradəsinin ifadəsidir. Hər iki tərəf razılaşır evlilik dövründə. Deyir, nikaha girəndə bu cür müqavilə bağlamışdıq. Hər ikimiz razıyıqsa, gedək o müqavilədən bu şərtləri çıxardaq, bu şərtləri saxlayaq. Bu tərəfin iradə ifadəsidir. Təbii ki, boşanma ilə bağlı məsələni də ora qoya bilərlər ki, məsəl üçün, kişi boşanma ilə bağlı məsələ qoya bilər ki, boşanan anda mən sənə, tutaq ki, 200 min dollar, 200 min manat, 200 min rubl, hər nəysə, hansısa valyutada desən, mən məbləğ ödəyəcəm sənə. Bunu tərəflər nəzərdə tuta bilərlər. Yenə deyirəm ki, bu tərəflərin iradi ifadəsidir. Əmlakla bağlı tərəf öz iradəsini ifadə edir. Məsəl üçün, qadının özünün şəxsi biznesi var. Bəli. Nikah müqaviləsi bağlayır ki, mən şəxsi biznesimlə əldə etdiyim gəlirin hamısı birgə nikah dövründə mənə məxsusdur. Bəli. Müqavilə imzalandı, bu cürdə icra olunacaq. Və yaxud da biz məsəl üçün deyirik ki, ər-arvad evlənəndə birgə nikah dövründə əldə olunmuş bütün gəlirlər qazanc. Bunların arasında bərabər bölünür. Amma nikah müqaviləsində siz elə şərtlər daxil eləyə bilərsiniz ki, o cür bölgü olmasın. Bölünməyə bilər, bəli. Çünki müqavilə qanundan üstündür. Tərəfin iradi ifadəsi qanunun qəbul elədiyi qaydalardan üstündür. Əgər müqavilə yoxdursa qanun tətbiq olunur. Müqavilə varsa, birinci müqavilənin şərtləri tətbiq olunur. Müşfiq müəllim, bugün evlənənlər, bir çox qaynana-qaynatalar var ki, ümumiyyətlə mən tərəfdarı deyiləm. Bugündən artıq fikirləşirlər ki, sabah bu cütlük ayrıla bilər. Yəni, bunun ilk olaraq ağıllarından bu keçir. Ev, mənzil qaynana-qaynatanın adına ola bilir. Bəli. Və yaxud da evlilikdən öncə artıq oğlanın adına alırlar ki, nigaha girməmişdən öncə oğlanın adınadır mənzil. Və bütün əməllər görülür ki, birdən boşansalar, oradan qıza heç nə düşməsin. Tam razı. Və nəticədə, axı burada bir övlad var. Axı burada Azərbaycanın bir vətəndaşı yetişir ki, siz boşandığınız halda, sizin böyüklərin o problemləri yarandığı halda həmin uşaq qalır ortalıqda. Həmin uşaq məcburən gedir qızın ana atasının evinə sığınır. Bəli, təəssüf ki, cəmiyyətdə belə hallar var. Amma mən hüquqşünas kimi izah edirəm. Buyurun. Bircə nikah dövründən əvvəl kimin adına nə varsa onun özünündür. Əgər bir də var ki, nikah bağlandıqdan sonra ata-ananın bağışladığı. Məsəl üçün, mən oğlum evlənəndən sonra oğluma ev bağışlayıram. O ev mənim oğluma məxsusdur. Yenə də qızla oğlana Bəli, aid deyil. çünki bağışlanmadır bu. Onlar bircə əziyyət çəkib onu almayıblar. Mən onu pay vermişəm oğluma. Bir çoxları da bu hüquqlarından istifadə edir bugün. Bəli, mən çünki onu pay vermişəm. O mənim oğluma hədiyyəmdir. Və yaxud da ola bilər ki, burada bir məsəl üçün oğlan özünə mənzil alır.
evlənməmişdən qabaq. Gedir mənzilin pulunu ödəyir 100.000 manat. Tutaq ki, pulu ödədi bu gün, müqaviləni bağladı. 3 aydan sonra bu evə kupça çıxdı. 3 ay müddətində də bu evlənib. İndi kupçanın çıxmağı gəlir bunun evlilik dövrünə təsadüf edir. Bu zamanda əmlak tək oğlanın özünə məxsusdur. Baxmayaraq ki, kupça bunların bircə evlilik dövründə qeydiyyat vəsiqəsi çıxıb. Evin alqı-satqı müqaviləsi, pulun ödənilməsi evlilikdən öncədir. Bu tərəf də var. Bu tərəfi də var. Bizdə ən çox mübahisə doğuran məsələlər nədir? Məsəl üçün, birgə nicah dövründə alınan qızıl zinət əşyaları. Birgə nicah dövründə alınan qızıl zinət əşyaları tərəflərin birgə mülkiyyətidir. Məsəl üçün, ər arvadına 100.000 manatlıq qızıl zinət əşyaları. Qadına aid deyil olar. Xeyr, qadına aid deyil. Qadına pay verilən əşyalara aiddir. Tutaq ki, atası nəyisə pay verib, qardaşı nəyisə pay verib, qızıl zinət əşyası. Müşfiq müəllim, bugün bəzi oğlanlar var ki, heç işləmirlər, evdə oturublar. Qadın işləyir, qazanır, pulu xərcləyir, qızılları alır. Baxın, istəyir qadın işləsin, istəyir kişi işləsin. Əgər birgə nicah dövründə alınan əşyalar, alınan əmlak onların birgə mülkiyyətidir. Qadın sübut eləyərsə ki, bunu mən işləyib almışam. Fərqi yoxdur, fərqi yoxdur. Hətta bunların birgə öhdəlikləri də var. Siz məsəl üçün birgə nicah dövründə gedib bankdan 10.000 kredit götürürsünüz. O kreditlə gətirib birgə yaşadığınız evi təmir eləyirsiniz. Bəli. Boşananda hər iki tərəf o krediti qaytarmalıdır. Yox, siz tutaq ki, bankdan kredit götürüb, gedib özünüzə bahalı geyim əşyası almısınızsa, digər tərəf o krediti qaytararkən məsuliyyət daşımır. Öhdəlik birgə icra olunmur. Amma götürülmüş kredit, tutaq ki, evinizin əsaslı təmirinə sərf olunur. Onu necə sübut eləyirəm ki, mənzilin təmirinə sərf olunub? Təbii ki, sübut etmə vəzifəsi burada tərəflərin üzərinə düşür. Əgər məhkəmə olacaqsa, siz sübut eləməlisiniz ki, mən bankdan götürdüyüm krediti evimin təmirinə. Avtomobil almışam həmin kreditlə, o zaman nə olur? Avtomobil almışsınız, avtomobil birgə əmlakdır. Birgə əmlakdır. Bir məsələ var, Müşfiq müəllim. Bu problem də bugün yaşanır. Mən avtomobil almışam, avtomobilimi satıram. Avtomobilimi satıram, amma yoldaşımdan imzalı icazə almamışam. Doğrumu? O avtomobili alan şəxs də artıq 5 ildə avtomobili idarə edir. Yox. Birincisi, siz birgə nicah dövründə alınmış avtomobili satarkən, rəsmi alqı-satqı müqaviləsi bağlayarkən mütləq həyat yoldaşınızın razılığı lazımdır. Axı onu istəmirlər indi. Yox, siz ola bilsin ki, onu etibarnamə ilə vermisiniz. Siz baş etibarnamə ilə vermisiniz. Bəli, ola bilər, ola bilər. Bu rəsmi alqı-satqı deyil. Baş etibarnamə vermisinizsə, o baş etibarnaməni siz istənilən vaxtı ləğv edib avtomobili geri tələb edə bilərsiniz. Deməli, nəyə gətirirdim sözümü? Və boşanma prosesi baş verən anda 5 ildən sonra avtomobili 5 ildir başqa bir şəxs sürür. Həmin qadınla kişi boşanırsa məhkəmədə artıq həbs qoyulur o avtomobilə. Bəli. Bu necədir? Çünki avtomobil rəsmi alqı-satqının predmeti olmuyor. Avtomobili siz baş etibarnamə ilə satmısınız. Bəli. Avtomobili də tutaq ki, mən almışam, 5 ildir istifadə edirəm. İndi mənim avtomobilimə həbs qoyulub ki, bunların birgə mülkiyyətidir və məhkəmədə mübahisə predmeti var. Məhkəmə düzgün eləyib həbs qoyub. Bəli, düzgün eləyib. Amma burada mənim avtomobili alan hüququ pozulur axı. Bu vicdanlı alıcıdır. Sadəcə olaraq avtomobili düzgün alqı-satqı müqaviləsini həyata keçirməyib. Bu zaman bu şəxsin özünün də məhkəmədə iddia qaldırmaq hüququ var. O sübut eləməlidir ki, bu avtomobili faktiki alqı-satqı ilə alıb. Məbləğ ödəyib. Sadəcə olaraq baş etibarnamə ilə rəsmiləşdirilib. Avtomobilin pulunu da verib. Əgər təbii ki, bu onu sübuta yetirsə, amma orada digər tərəfin hüququ pozulub. Qadın deyir ki, mənim birgə əmlakımdır, mənim razılığım olmayıb. Ona görə də avtomobil alanda mütləq alqı-satqı müqaviləsini almaq lazımdır. Sonra bax belə problemlərlə həm üzləşirlər, həm avtomobil geri qayıdır. Baxır da hər məhkəmə, hər hakimin hüquq düşüncəsi bir cürdür.
Bunlara hərə bir cür qiymət verir. Amma yaxşı olar ki, alqı-satqı müqaviləsi rəsmiləşdirilsin. Bayaqları aliment məsələsindən danışdım. Bugün niyə bir çox, hər kəsə aid deyil, bir çox kişilər ayrılandan sonra hətta o alimenti belə vermək istəmirlər. Axı bunlar övladıdır, qanından, canından dünyaya gələn bir parçadır. Bax, mən bu sualla tez-tez rastlaşıram. Bizim kişilərin ən böyük mənfi cəhəti odur ki, Bəli. bunlar boşanandan sonra bəzən hesab edirlər ki, bu uşaq elə bir ki, bunun deyil. Gedir başqa bir qadın tapır, oturur ya onun evində və yaxud da onunla bir həyat yaşayır. Əvvəlki nikahdan olan uşaqlar bunun yadından çıxır. Ümumiyyətlə, mən bunu kişiyə yaraşdırmıram. Hətta sən qadınla düşmən kimi ayrılsan belə, o uşaqların atası sənsən. 18 yaşa çatana qədər sən onların qayğısına qalmalısın. Alimentin də verməlisən. Yəni, özünə kişi deyən adam bu hərəkəti eləməlidir. Yox, mən onun anasından düşmənəm. Mən verdiyim alimenti o uşağıma xərcləmir. Gedir özünə paltar alır. Qoy paltar alsın, eybi yoxdur. Sən alimenti ödə. O bir tərəfdən sənin verdiyin alimentlə paltar alırsa, digər tərəfdən də öz qazancından sənin uşağını saxlayır. Bəli. Sən o alimenti ödəməlisən. Alimentin verilməməsi də məsuliyyət doğurur. Əvvəl inzibati məsuliyyət, sonra cinayət məsuliyyəti. Və nəhayət, aliment ödəməyən valideynin ailə məcəlləsinə görə valideynin hüquqlarından məhrum edilə bilər. Bəli. Hətta valideynin hüququndan məhrum edilsə belə, yenə alimenti verməyə davam eləməlidir. Bütün hallarda o pul ödənilməlidir. Və əsas məqam nədir? Cütlük evlənir. 15-20 il bir yerdə yaşayırlar. Bəy də xanımı işləməyə qoymur. Ali təhsilli xanımdır. Deyir, yox, mən işləyirəm, qazanıram, gətirəm. Ehtiyac yoxdur sənin puluna. Otur evdə uşaqlara bax. Və 20 ildən sonra, 15 ildən sonra deyir ki, mən səninlə yola getmirəm. Bunlar ayrılırlar. Və nəticədə nə baş verir? Bu qız qalır işsiz, uşağa, ailəyə baxmaq gücündə deyil. Bax, o zaman nə etmək lazımdır? Birinci, mənim tamaşaçılara da məsləhətim odur ki, qız uşaqlarını mütləq oxudun. Peşə öyrətmək olar, toxuculuqdan tutmuş, nə bilim, kulinariya, o qədər gözəl sahələr var ki, qadınlar məşğul olur. Bəli. Siz bunu öyrədin. Amma bugün çox təəssüf olsun ki, görürsən ki, evdə böyük qızın var, çay süzməyə bacarmır. Düzdür. Yemək pişirməyə bacarmır. Düzdür. Yeməyin duzunu yoxlaya bilmir. Ümumiyyətlə heç bilmir ki, yeməyə duz vurulur. İnanın ki, belə ailələr var, belə qızlar var. Bugün elə bir ailələr var ki, mən tanıyıram. Deyir, nə danışdın? Mənim yoldaşım işləmək nədir? Bəli. Elə şey ola bilər. Bəlkə sabah sənin başına bir iş gəldi, sən heç öldün. Heç boşanmadın, bir hadisə baş verdi. Bəli. Sən həbs olundun. Sənin uşaqlarına kim baxacaq? Onda gəlib sənin yoldaşın əlini açıb dilənçilik eləyəcək. Kör qoymusan, evdə oturmuşsan, indi də sənin başına iş gəldi. Nə bilim, bir infarkt keçirərsən, paraliz olarsan, bir tərəfin işləməz. Elə bütün gün evdə bir-birinizin üzünə baxacaqsınız. O işləsin də. Amma get-gedə mən hesab edirəm ki, bu problemlər artıq ortadan qaldırılır. Qadın-kişi hüquqları demək olar ki, artıq bərabərləşib. Yaxşıdır bu. Əlbəttə ki, mən bir hüquqşünas kimi hesab edirəm ki, yaxşıdır. Amma bir məsələ də var ki, evdə lider bir nəfər olmalıdır. Bəli. Evdə lider bir nəfər olmalıdır. O da kişi. Və o kişi olmalıdır. Və hesab edirəm ki, qarşılıqlı ailə də qarşılıqlı hörmətlə lider idarə deyəndə, olunmalıdır. Müşfiq müəllim, bizi yanlış anlaya bilərlər. Lider deyəndə o masaya belə yumruq vurmaqdan filandan getmir. Bu verilişə məsəl üçün qadınlar da baxacaq. Deyəcəklər ki, Müşfiq müəllim, tutaq ki, siz hüquqşünassınız, deyirsiniz ki, kişi hökmdarı. Bəli, hökmdarlıqdan getmir. Söhbət o dırnaqarası liderlikdən gedir. Güclü kişi olmalıdır. Bəli, o qadını qoruya bilən kişi. Sənin qapını yad kişi döyür. Qapıya kim çıxmalıdır? Kişi çıxmalıdır, yad kişi döyür. Sən, üzr istəyirəm, qadını çıxardaq döyürsən ki, yad kişinin qabağını. Bax, söhbət o fiziki güc baxımından liderlikdən gedir. Yoxsa o qədər ağıllı qadınlar var ki, kişini də idarə eləyir, ailəni də idarə eləyir. Bəli. Buna mən müsbət baxıram. Hər şeydən əvvəldə qadın anadır. Bəli.
bizim də anamız olub, sizin də ananız olub. Allah keçənlərə rəhmət eləsin. Amin, amin. Analar hamısı fədakardır. Balaları üçün fədakardır. Və istənilən kişi evində görür ki, bu qadın balaları üçün necə fədakarlıq eləyir. Ən azından sevgi olmasa belə bunların arasında o qadının fədakarlığına qiymət verməlidir. Evladların anası kimi ona hörmət eləməlidir. Söyüş söymək olmaz. Mən bir dəfə bir status yazmışdım. Bəlkə də onu 150 min adam bir-birinə göndərdi. Ən çox da qadınlar göndərdi. Mən görürdüm də onları. Söyüş söymək olmaz. Qadının valideynlərini təhqir etmək olmaz. Qadına vaxt ayırmaq lazımdır. Bugün atasız, həm də həyat yoldaşısız bir qadının və eyni zamanda hüquqşünassız. Bax, ailəni həm ata kimi istəyirəm sizdən bir cavab, həm bir kişi olaraq, bir qadının həyat yoldaşı olaraq cavab istəyirəm, həm də hüquqşünas kimi. Ailəni necə qoruyaq? Ailəni birgə necə saxlayaq, bütöv? Övladlarımızla necə davranaq? Övladlarımıza nəyi aşılayaq? Bilirsiniz, bax, mən sizə belə deyim də Zamirə xanım. Ailəni ən birinci möhkəm dayaqlarından biri evladdır. Bəli. Allah bütün ailələrə evlad qismət eləsin. O evlad ailənin ən böyük, belə deyim də, dayağıdır. Evladın olmağı. İkinci bir məsələ, kişi güzəştə getməyə bacarmalıdır. Mən sizi əminliklə deyirəm. Biz ona görə kişiyik də. Mən tutaq ki, həyat yoldaşımla saatlarla dilləşim. Hadi durdum, mən tutaq ki, ona lap fiziki zor tətbiq elədim. Lap tutaq ki, durdum, söydüm. O sənin üzvə söyməsə də, sənin arxanca söyəcək. Düzdür, əziz? Ürəyində bir qırıqlıq olacaq. Ürəyində bir qırıqlıq qalacaq. Bəli. Kişi həmişə güzəştə getməlidir. Və sənin kişiliyin orada bir üzə verir də. Amma sənin liderliyin orada bir üzə verir ki, axı o zərif məxluqdur. Zərif məxluqdur. Güclü göstərsə də üzünü. O ola bilər, güclü göstərər. Amma o zaten o daldaya düşəndə ağlayacaq. Düzdür. Amma sən ağlamayacaqsan. Düzdür. Və sənin də kişiliyin orada özün bir üzə versin ki, hətta səhv olsa belə, əminəm ki, bəlkə də əksər mübahisələrdə səhv qadınlarda olur. Amma bağışlayan kişi olmalıdır. Və kişini kişi xarakterli, xarizmatik eləyən də odur ki, kişi bağışlamağı bacarsın. Yoxsa mən günlərlə küslü qal, günlərlə bir-birini dindirmə, günlərlə evdə yemək yemə, günlərlə get başqa yerdə qal. Və sən bu həm uşaqların yanında gözdən salar bu şeylər. O evdə məsəl üçün qız evladı böyüyürsə, o ata kimi sənə nə hörmət eləyəcək o? Ümumiyyətlə kişi obrazını necə görəcək o qız övladı? Bütün uşaqlar, xüsusən də qız evladları, ən böyük güvən yeri onun atasıdır. Bəli. O atasıyla fəxr edir. Mən məsəl üçün mən evə gedən kimi ən birinci ilə qızımla görüşürəm. Çünki mən bilirəm ki, onun ən böyük güvən yeri mənəm. Bütün qızlar belədir. Mən istəmirəm ki, qızım mənə əsəbləşən görsün. Çünki mən onun o güvənini sarsılmaq istəmirəm. Mən hesab edirəm ki, ailə müqəddəsdir də. Əlbəttə ki. Ailə insanın gələcəyidir. Zamirə xanım, baxın, indi insanlar çox saxtalaşıb. Bir-birinə can deyən adamlar bir-birinin qeybətini eləyir. Doğru. Biz bunu görürük və bu da çox təəssüf doğuran haldır. Ən böyük dost qapı pəncərə bağlanandan sonra evin içində qalandır. Dünyada bundan gözəl dost ola bilməz. Bir gün ola bilər kimsə sənin vəzifənə görə, kimsə sənin puluna görə, mən həyatda bunları yaşamışam. Bəli. Mən vəzifəmi də itirmişəm, pulumu da itirmişəm, ətrafımdakı güclü adamları da itirmişəm. Amma yeganə itirmədiyim məni həyatda saxlayan şey mənim ailəm olub. Və mən hesab edirəm ki, elə ona görə də bax kişilər çalışmalıdır ki, birinci öz ailəsinə dəyər versin.
öz övladına dəyər versin və hesab edirəm ki, elə ailənin təməlini də ən çox elə kişilər qorumalıdır.